Salam uşaqlar, bugün sizlərlə 9-cu sinif buraxılış imtahanı üçün mövzu sınav 19-un izahını verəcəyik. Deməli, bizdə bir məsələ haqqında danışım. Yəni bu sınavlar tam pulsuz şəkildə, yəni bunun qarşılığında hər hansısa bir məvacib almıram. Tam pulsuz şəkildə sizlər üçün izah edirəm. Çalışın, bəyənin və fikirlərinizi bizimlə bölüşün və paylaşsanız da əla olar. Çünki çox şagirdin xəbəri yoxdur bu sınavlardan. Biz sizlərin öyrənmək üçün əlimizdən gələni edirik ki, sizin potensialınız nə qədərdirsə, hətta ondan da daha çox bal yığasınız və niyə də olmasın 25-də 25 və yaxud da 25-də 24 yazasınız. Və biz də bunların hamısını tam təmənnasız şəkildə, pulsuz şəkildə sizlər üçün izah edirik. Əslən, qrup açıb pulla sınaq qrup eləsək, bəlkə də daha çox izlənilər. Amma təbii ki, biz buna ehtiyac duymuruq. Burada əsas məqsəd sizin öyrənməyiniz və yüksək bal yığmağınızdır. İnşallah daha yaxşı olar. SODu izləyən sınavları, təbii ki, indi hər birini izləyən şagirddə mütləq ki var. Bu arada varsa yorumlarda qeyd eləyər. Bir də bir sual verəcəm. 101 sual haqqında, test haqqında bəzən suallar verirsiniz. Yəni, inşallah bu həftə paylaşacağım. Böyük ehtimalla bu həftə olacaq, inşallah bir problem olmasa. Sadəcə video şəklində mi olsun, yoxsa canlı şəklində mi o sualları işləyib bilmirəm. Yəni, biraz tərəddüd içərisində qalmışam açığı. İnşallah yenə siz fikirlərinizi yorumlarda yazarsınız. Mənim üçün çox önəmlidir. Canlı şəklində mi o testləri işləyək, yoxsa video izah şəklində mi çəkim, paylaşım, öz fikirlərinizi bölüşərsiniz. Yəni, əsas odur PDF və cavabları olacaq. Suallar yəni hazırdır. Deməli, birinci sualdan başlayaq izaha. Deməli, birinci sualda deyir, çevrə daxilində çəkilmiş trapesiyanın bucaqlarından biri 75 dərəcə olarsa, qarşıdakı bucağı tapın. Ümumiyyətlə, biz bilirik ki, çevrə daxilində tək trapesiya olmasın. İstənilən 4 bucaqlı çəkəndə çevrə daxilində nə olur? Qarşı bucaqların cəmi 180 dərəcə verməli. Tutaq bu iti bucaq olsun 75 dərəcə, burada olsun T bucağı. Onda T bucağının 75 dərəcənin cəmi bizə nə verməli dedik? 180 dərəcə. Bax, bu iki bucağın da cəmi bizə 180 dərəcə verməlidir. Onda buradan T-ni tapsaq 180-ə 75 çıxanda qalacaq 105 dərəcə, yəni doğru cavab olacaq D variantı. Keçək ikinci sualımıza. Deməli, ikinci sualda bizə deyir x, y-dən fərqlidir və x, y hasini bizdən soruşur. Onda 7y sağ tərəfə keçsə olacaq 7x çıxılsın 7y bərabərdir. 6 bölünsün x, daha doğrusu sağa keçsək 6 bölünsün x-i mənfi olacaq. Olacaq 6 böl y çıxılsın 6 bölünsün x şəklində. Buradan 7-ni qarşıya çıxarsaq olacaq x minus y bərabər. Buradan da ortaq məxrəcə etsək olacaq x, y-də 6x çıxılsın 6y şəklində. Buradan da nəhayət 6-nı qarşıya çıxardaq. X minus y-in özünü yazıram, bərabərdir. Burada x, y hasili olacaq. Buradan da 6-nı qarşıya çıxardığında qalacaq x minus y şəklində. Buradan biz nə edərik? Hər tərəfi x minus y-ə bölərik. Onda olacaq 7 bərabər 6 bölünsün x, y. Buradan da x, y tapanda 7 ilə elə yerlərini dəyişdirək. Olacaq 6 böl 7 şəklində. Yəni 7-də 6 olacaq ki, yəni doğru cavabımız olacaq D variantı ikinci sualda. Üçüncü sual. Deyir, xarici bucağı 70 dərəcə olan çox bucaqlının ona qonşu olan daxili bucağını tapın. Deməli, çox bucaqlının, tutaq ki, bizə belə bir çox bucaqlı verilib. Məsəl üçün bu şəkildə, indi eni bucaqlı da biz bilmirik, davalını çəkmirəm. Bir xarici bucaq, tutaq ki, bura olsun 70 dərəcə. Bura 70 dərəcəsə, ona uyğun daxili bucaq, biz bilirik ki, bura açıq bucaq olur və açıq bucaq, yəni qonşu bucaqlar olur, cəmi 180 olmalıdır. Onda 180-ə 70 çıxanda içəri bucağa qalacaq nə? 110 dərəcə, yəni doğru cavab olacaq B variantı 3-cü sualda. Dördüncü sual, deyir, şəklə əsasən CDA-nı tapın. Deməli, CDA bucağını bizdən soruşur. Bu bərabər yanlıdır. Amma burada yenə də bizə bildirməli idilər. Trapesiya, ABCD-nin trapesiya olduğunu bildirməli idilər və yaxud da ki, BC, AD paralel olduğunu oradan mütləq şəkildə bizə deməli idilər. Deməli, bura 120 dərəcədirsə, onda elə birbaşa üstündə yazıram. Burada olacaq 60 dərəcə, onda burada olacaq neçə? 60 dərəcə, yəni doğru cavabımız olacaq C variantı 4-cü sualda.
Keçək 5-ci sualımıza deyir ədədlərini müqayisə eləyin. Müqayisə eləyəndə nə edəcəyik? Burada hər birinin dərəcəsi eyni olmalıdır. Onda olacaq A bərabər. Burada dərəcə 3-dür, 4-dür, 2-dir yazılmayıbdır. O da 3, 4, 2-yə ortaq məxrəc elə 12-nin özüdür. Onda 3-cü dərəcəni kök altda 6-nın hər tərəfini 4-ə vuraram dərəcələrini. Bu olar 12, burada da olar 6 üstü 4. Sonra burada B variant deyəcəm. B-də hər tərəfi 3-ə vurmalıyam dərəcələrim. Bu olacaq 12. Onun üzərində 3. Birbaşa bura artıq 1000 yazıram. Hesablamaq asandır. C-də bərabər hər tərəfini neçəyə vurmalıyam? 6-ya dərəcəsini 6-ya vurmalıyam ki 12 olsun. 2 üstü 6-dan neçə eləyəcək? 2 üstü 6 64 olacaq. 6 üstü 14-də, 6 üstü 4-də 1000-dən böyük ədəd olacaq. 1200, lap buraq da 1296. Belə eləməlidir, səhv eləmirəm. Deməli, burada da təbii ki, dərəcələr eynidir. Böyük olan böyük olacaq. Yəni, A böyükdür B-dən, o da böyükdür C-dən olacaq. Və yaxud da tərsinə yazmaq olar. C kiçikdir B-dən, o da kiçikdir A-dan. Deməli, C, B, A. Yəni, doğru cavab olacaq C variantı 5-ci sualda. 6-cı sual deyir, əkop 70, 108-i hesablayın. Bundan ortaq vuruq kimi nəyi çıxartmaq olar qarşıya? Ya da elə ən yaxşısı vuruqları ayırıq. 70 nə deməkdir? 70, 7 vurulsun 10. Yəni 2 vur, 5 vur, 7 deməkdir. 108 də 108 vuruqlara ayırsaq 3-ə bölünür. Daha doğrusu 2-yə bölünür. Qalır 54, o da 2-yə bölünür. 27, 27 də 3-ün kubudur. Bəli, bu da 2-nin kvadratı. Deməli, indi bizdə əkop tapanda böyük ədəd götürülür. Biz böyük ədəd, yəni 108-i götürəcəyik və 70-in 108-in vuruqlarında olmayanını da əlavə eləməliyik. 2 burada var, 5 ilə 7 yoxdur. Deməli, bir dənə də 108-i 5 və 7-yə əlavə olaraq vurmalıyıq. Bu da bərabər 108-i elə bir vuracaq 35-ə. 108, 35. 5 ilə 8, 40 yazaq 4 yadda, 50, 54, 24, 4 yazaq 2 yadda, 30, 32. Bu da olacaq 3390 var, belə cavab. Biz harada səhv vurduq. Burada 5 dəfə 50, 4 də yaddaydı 54. Mən niyə 15 yazmışam? Buradan toplayanda 0, 8, 7, 3. 3780. Bəli, doğru cavab olacaq C variantı. 6-cı sual, daha doğrusu 7-ci sual. Deyir, diaqonal 60 dərəcəli bucaq altında kəskən düzbucaqlının, deməli, düzbucaqlıdan söhbət gedir. Deməli, diaqonalları 60 dərəcəli bucaq altında kəskir. Bunu da düz çəkək. Sonra bizdən nə soruşur? Təbii ki, iti bucaq 60 dərəcə olacaq və diaqonallar bərabər bölündüyü üçün onda burada bərabər yanlış bucaq alınır və təpə bucaq 60-dırsa onda burada 120 düşür. Onda 2-yə bölərik bərabər yanlıq deyə. 60-60, yəni burada bərabər tərəfi 3 bucaq alınır. İndi deyək ki, kəskən düzbucağın kiçik tərəfi 6-dırsa, yəni bura 6-dırsa bizdən onun diaqonalını soruşur. Onda burada 6 olacaq və diaqonallar dedik bir-birinə bərabər. Burada 6 olacaq. Onda ümumi diaqonalımız 6 olacaq. 12 doğru cavab olacaq A variantı. Qəşəng sual idi. 8-ci sual. Deyir, şəklə əsasən AC 8 olarsa, deməli bura yazıram 8. Buranı da tamamlamaq lazımdır. Onda mənim düsturum olacaq AC kvadratı bərabərdir AB vurulsun. Burada bir T desək, AT, yəni ümumi uzunluğa. Onda AC, yəni 8-in kvadratı bərabərdir AB. Bizə nəyə soruşur tap? Bir dəqiqə uşaqlar, burada başqa bir mövzu var deyəsən. Deyil, şəkli buradan çəkək. Şəkli buradan çəkək uşaqlar. Burada dərəcə falan da verib. Elə bilir, metrik münasibətlərləndir. Buranı birləşdirək. Bura mərkəz O-dur. Bura B-dir, bura C-dir, bura A-dır. Bura 30 dərəcədir də A-bucağı. Bəli, bura 30 dərəcədir. Biz bilirik ki, mərkəzdən toxunana düz xət çəkmişəmsə, yəni radius çəkmişəmsə, bu düz bucaq olur. Onda burada 30 dərəcə, 60 dərəcə olacaq. Düz bucaq, bucaq yanar da burada. İndi bizdən deyir AC 8. Bura 8 isə biz bilirik ki, 60 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısının kökaltı 2 mislidir. İndi biz hipotenuzu bilmirik də nə qədər. Tutaq ki, hipotenuzumuz 1 olsun T-yə. Deməli, T-ni böləcəm 2-yə. Böləcəm 2-yə. Vuracam nəyə? Kökaltı 3-ə. Bərabər olmalı nəyə? 8-də. Buradan T-ni tapsaq, olacaq T bərabərdir. 16 bölünsün kök altında 3-ə. Bizdə də 30 dərəcəli bucaq qarşısında olan tərəf nə idi? Buranı sileyim.
həmin radius nəyə bərabər olacaq? Yarısına bərabər olur. Hipotenuzun yarısı. Onda burada t bərabər idi. Hipotenuzumuz nə oldu? 16 bölünsün kök altında 3. Bunun da yarısı, yəni 16 kök altında 3'ü böləcəm nəyə? 2'yə. Yəni vururam 2'də 1'ə. Buradan 16 ilə 2 ixtisar gedir. Yuxarıda qalır 8, aşağıda da kök altında 3. Kök altında 3 də 8'də olar. Və yaxud da bunun hər tərəfini vurarıq kök altında 3'ə. Yəni 8 vurulsun kök altında 3. Kök altında 3 vurulsun kökdə 3. Yəni məxrəci irrasionallıqdan azad etmək üçün. Burada olacaq 3, məxrəcdə yuxarıda olacaq 8 kök altında 3'ün özü. Yəni doğru cavab olacaq B variantı 8-ci sualda. Keçək 9-cu suala. Deyir, tamaşa salonunda 224 yer var. Sıraların sayını 1 varit azaldıb, hər sıradakı yerlərin sayını 1 varit artırdıqdan sonra 225 yer olar. Onu buraya yazıram 9. Deməli, tutaq ki, x sayda sıra var, y sayda. Sonunda yer sıraları, hər sırada da y sayda tutaq ki, yer var. Deyir, sıraların sayını 1 varit azaltdıqda, yəni x minus 1 olduqda, x minus. Normalda yəni x sıra varsa, hər sırada y yer varsa, onda x, y olacaq 224. İndi bizə deyir ki, sıraların sayını 1 varit azalt. Yəni x minus 1 olsun. Deyir, hər sıradakı yerlərin sayını da 1 varit artıraq. Yəni y-də 1 varit artıraq. Onda nə qədər deyir yer olur? 225. Onda bunu vurub atsaq, olacaq x, y, üstə gəlsin x, çıxılsın y, çıxılsın 1 bərabərdir 225'ə. Buradan x, y hadisinin yerinə 224 yazıram. 224, buna yazdım. 224 üstə gəlsin x, çıxılsın y, minus 1 bərabərdir. Lap 1'i də sağa keçsək olsun 226. Buradan onda x çıxılsın y bərabərdir. 224 keçsək 226'dan çıxmalıyıq, qalacaq 2. Buradan da biz məlum oldu ki, sıraların sayı yerlərin sayından 2 vahid böyükdür. Yəni onda bunlar ardıcıl nə olur? Buradan lap x tapsa, x bərabər olacaq, y üstə gəlsin ki, yəni ardıcıl cüt ədədlər olacaq da və yaxud da ardıcıl tək ola bilməz. Çünki hasilləri ilə 224. Deməli, onda bunlar ardıcıl cüt ədəddir. Yəni bir digərinə 2 vahid böyükdür. Onda hansı ardıcıl cüt ədədlərin hasili 224 eləyər? 14 ilə 16 da. Çünki 15 vuranda 225 eləyirsə, 224 də elə 15'in ətrafında. 14 ilə 16 bəli, son rəqəmdə elə 4 ilə bitir. Deməli 14 y-də, daha doğrusu x böyük olar. Çünki sıralar çox idi. Yerlər də 14 olacaq. Bizdən soruşur nəyi? Sıraların sayını. Sıralar x-dən şələmişdik, oldu 16. 10-cu sual. Deməli, deyir, 12 bucaqlının bir təpəsindən çıxan diagonallar bu çox bucağını neçə üç bucağa ayırır? Deməli, 10-cu sualda biz bilirik ki, bir təpədən çıxan diagonal sayı onu neçə üç bucağa ayırır? Düstur nədir? n-2-dir. Burada n tərəf sayıdır. İndi bizdə 12 tərəfli olduğu üçün 12'dən çıxacaq 2 qalacaq 10. Yəni 10 dənə 3 bucağa ayıracaq. Orada diagonallar sayıdır uşaqlar, daxili bucaqlarının cəmidir, bir daxili bucaqdır, xarici bucaqdır. Bax, bunları öyrənmək lazımdır mütləq şəkildə. KFC deyir, KFC üç bucağında KD və CN və FM medianlardır. Yəni, buradan çəkək 11-ci və 3 bucağımızı çəkək. Deməli, hamı nağlı KFC-yə getdi. Deməli, KD, buradan median çəkirəm, KD median olsun. Sonra FM median çəkirəm. Qarşı tərəf yarıya bölür. Biz bilirik ki, median. Bir də C-dən N-ə. CN medianı çəkilir. Bu da bu hissəni yarıya böləcək. İndi F-də neçədir? 5. Bura 5-dirsə, burada 5-dir. Sonra KN 6. Bura 6-dırsa, burada 6-dır. MC də 7-dir. Bura 7-dirsə, burada 7-dir. Hə, elə perimetr soruşur. Yəni, biz burada əsas nəyə bilməliyik? Üç bucaqda median hansı işi görür? Qarşı tərəf yarıya bölür. Yəni, bir tərəf 6-dırsa, digər tərəfdə 6-dır. Və yaxud 5-dirsə 5-dir, 7-dirsə 7. Bunda cəmi olacaq 6, 12, üstə gəlsin 7, 7, 14, 5, 5, o da 10 eləyəcək. Buradan da olacaq neçəcə? 38. Yoxsa 36 da doğrusu. 36. Yəni, doğru cavab olacaq 11-də Y variantı. 12-ci sual, belə bir kvadratımız var. Deyir, ABCD kvadratında tərəflər verilib,
bizdən nə soruşur? Deyir tərəfini tapın. Ümumiyyətlə bir kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Yəni onda 2x minus 6 x plus 4-ə bərabər olmalı. 2x minus 6 bərabər götürürəm x plus 4-ə. Hər bir kvadratın tərəfdir və bir-birinə bərabər. Bundan x keçsə 2x-dən x çıxanda x qalır. 6-dan sağa keçsək müsbət 6 olur. 4-ünü toplayanda eləyəcək 10. X-imiz oldu neçə? 10. İndi bizdən tərəfini soruşur. Tərəfimiz də x plus 4 idi və yaxud da burada da yerinə yaza bilərik. Heç bir fərqi yoxdur. X üstə gələk 4, yəni 10 üstə gəlsin 4. Bu da bərabər edir 14. Yəni cavabımız olacaq B variantı 12-ci sualda. Baxaq 13-ə. Deyir, tənliyin ən böyük tam həlli barədə yazılan fikirlərdən hansı doğrudur? Bunun ən böyük tam həllini təbii ki bilməliyik. Biz bilirik ki, modulda çıxır cüt dərəcədən, yəni burada ixtisar gedir kökün dərəcəsindən qüvvəti, 3x plus 5-in qüvvəti, yəni 2. Modulda çıxır 3x minus 5, modulda bərabər 5 minus 3x-a. Biz görürük burada 3x minus 5-dir. Və modulda necə çıxardıq? 5 minus x, yəni yerlərini dəyişib. Nə zaman biz yerlərini dəyişdirdik? Mənfi olduqda. Deməli, onda 3x minus 5-in qiyməti sıfırdan kiçikdir, yəni mənfi bir ədəddir ki, mən əksini çıxartmışam buradan və 5 minus 3x olub. Amma özünə bərabər olsaydı, yəni 3x minus 5-ə bərabər olsaydı, elə bu müsbət bir ədəd olardı, yəni olduğu kimi çıxardı. Yəni nə zaman olduğu kimi çıxır? Müsbət ədəd olduqda. Amma burada əksi çıxıb deyə, yəni yerlərini dəyişmiş deyə, deməli mənfidir 3x minus 5. İndi deyir, ən kiçik deyir, sadə ədəddir. Burada deyirsən, kökünü də tapmalıyıq. Onda deməli, gəlin belə eləyək, kökünü tapanda. Olacaq 3x minus 5 bərabərdir 5 minus 3x olduğu kimi götürüb hesablayacağım. Buradan 3x keçirdən də olacaq 6x. 5-i də sağa keçsə müsbət 5. Bu 5 ilə toplayanda eləyəcək 10. Hər tərəfi 2-yə bölərəm. Olacaq 3x bərabər 5-ə. X də bərabər 3-də 5. Kəsrlə alındı. 3-də 5. Bax, görək. Ən kiçik sadə ədəddirmi? Xeyr. Cüt və sadə ədəddir, xeyr. Ən böyük mənfi tam ədəddir, xeyr. Qarşılıqlı sadətlərin əkobudur, yox, nə əlaqəsi var. Nə sadə, nə mürəkkəb ədəddir. Bəli, nə sadədir, nə mürəkkəb. Yəni bu kəsr ədəddə. Yəni doğru cavab olacaq Y variantı. Yəni hansı doğrudur? Bəli, nə sadədir, nə mürəkkəb. 14-cü sual deyir, ABCD kvadratı, ABCD kvadratı, NMF orta nöqtələr verilib. MAF-in bizdən sahəsini soruşur. Uşaqlar, deməli, burada 8 verilir. 8 yəqin ki, bu içəridə olan kvadratın, belə desək, tərəfidir. Yadınızda saxlayın, belə bir qayda yazım. Əgər tərəflərin orta nöqtəsini birləşdiriblərsə, 4 bucaqlı, onda olacaq S, M, N, K, F, böyük kvadratın S, A, B, C, D-nin sahəsinin yarısına bərabərdir. Onda bu balacanın sahəsini tapıb 2-yə vursam böyüyün sahəsini tapmış olarım. Yəni S, A, B, C, D bərabər 2 vurulsun. Çarpaz vuranda S, M, N, K, F-ə. Deməli, onda balacanın sahəsi 8 isə tərəfi sahəsi olacaq 8 vur 8. Yəni neçə olacaq? 64 olacaq sahəsi. Onda 64 də vuraram 2, 2 vur 64 bərabər olacaq 128-ə. Yəni böyüyün sahəsi olacaq 128. İndi bizdən nə soruşurdu? Bizdən MAF-i soruşur. Onda əslində elə burada kənarda qalan üçbucaqların sahəsi də bizə daxildəki kvadratın sahəsini verəcək. Yəni çünki ümumi sahədən, yəni 128-dən çıxsam içəridəkin sahəsini qalacaq nə? Elə 64 və bizə 4 dənə burada bərabər üçbucaq var, sahəsi bərabər. Onda 64 də bölərəm 4-ə düşər 16 santimetrin kvadratı. Yəni doğru cavab olar 14-də A variantı. Sonra keçək 15-ci suala. Deyir, radiusu 2 cm olan çevrənin xaricindəki nöqtədən çevrəyə çəkilmiş toxunan, deməli bura yazıram 15. Deməli, çevrə xaricindəki nöqtədən çevrəyə çəkilən toxunan, bir dənə toxunan çəkək. Radiusda neçədir? Kök altı 2-dir. Buradan toxunana bir düz xətt çəkək radius, bura olsun kök altı 2. Və elə bu nöqtə ilə də xaricdə buranı birləşdirək. Deyir, toxunanlar arasındakı qalan bucaq xaricdən nöqtədən çevrəyə çəkilmiş toxunanlar arasında qalan bucaq. Yəni 2 dənə toxunan çəkilib onda burada belə eləyək və bunlar arasında qalan bucaq deyir 90 dərəcə olarsa, onda burada bizdə tənbölən rolunu oynayırdı. Onda bura 45 dərəcə olacaq. Bura 45, bura 90-dırsa, onda burada olacaq neçə dərəcə? 45 dərəcə. Aydındır uşaqlar. Yəni burada
bu hissəyə bərabər. Yəni bərabər yanlı, düzbucaqlı, üçbucaq olacaq. Kök altı 2 burada olacaq. Deyir olarsa, deyir həmin nöqtənin çevrəyə qədər məsafə. Yəni hipotenuzu bizdən soruşur. Burada bir x desək, onda olacaq kök altı 2-nin kvadratı üstə gəlsin kökdə 2-nin kvadratı bərabərdir x kvadratına. Buradan da bərabər olacaq 2 üstə gəlsin 2 bərabər x kvadratına. Təbii ki, kifayət tapmaq olar. X kvadrat bərabər 4-dür. X də bərabər olacaq neçəyə? 2-yə. Yəni doğru cavab olacaq Y variantı. Bu da belə. Keçək 15-ci suala. Daha doğrusu 16-cı suala. Mən niyə işlədim sualları yenidən təkrar səsləndirirəm bilmirəm. Deyir ifadəsinin sərbəst həddi ilə dərəcəsinin cəmini tapın. Uşaqlar biz bir sərbəst hədlərə baxacaq, bir də dərəcələri. İndi burada vurma deyil, toplama şəklində. Ona görə ayrı-ayrı tapırıq. Burada ən böyük dərəcə C-dir. Onun kvadratı olacaq 8, amma bundan böyük də var. Burada dərəcəsi ən böyük olan 9-dur. Bunda üzərində 3 var. C üstü 9, onun da üzərində 3. Qüvvətin qüvvəti bir-birinə vurur. C üstü 27. Deməli, ən böyük bizim qüvvətimiz olacaq C üstü 27. Yəni 27 götürəcəyik qüvvətini. İndi bizdən soruşub bir də sərbəst həddini tap. Burada 3-ün kubu eləyəcək 27. Bir də burada ortada toplama var. Bir də 2-nin burada kvadratı olacaq. 2-nin kvadratı eləyir 4. 27 plus 4. Buna sərbəst həddə yekunda toplanacaq. Buradan da toplayanda nə eləyir? 31. İndi bizdən də soruşur bu ikisinin cəmi tap 27 ilə 31. Olacaq 27 üstə gəlsin 31. Bu da 8, 5, 58. Qələmi dəyişək. Sonra keçək 17-ci suala. Deyir 2 qabda birlikdə 26 qələm var. 2 qabda. Tutaq ki, bu bizim birinci qabımız x olsun. İkinci qabımızda y olsun. Bura x-dir, bu da y-dir. Onda olacaq nə? X plus y bərabərdir. 26 qələm var. Deyir əgər birinci qabdan ikinci qaba 5 qələm qoyularsa qablardakı qələmlərin sayı bərabər olar. Onda yəni x qabından 5 qələm, deyir birinci qabdan ikinci qaba 5. X qabından 5 qələm götürürəm, y qabına da 5 qələm qoyuram və bunlar deyir nə olsun? Bir-birinə bərabər olsun. Buradan belə sistem tənliyi aldıq. Onda ikinci hissəni biraz sadələşdirir. Olacaq x plus y bərabər 26. Y sağa keçsə olacaq x minus y bərabər 5-i də sağa keçsə olacaq, toplayacaq, olacaq 10. 6-da toplasaq y-lər gedir. 2x bərabər 36-ya, x də bərabər olacaq 18. Deməli, birinci qabda 18 dənə varsa, ikinci qabda da 6 dənə qələm olacaq. Həqiqətən 5-ini götürüb ona verdikdə, yoxsa düz demədik. Bir dəqiqə baxaq uşaqlar, biz deyəsən artıq səhvlik elədik. Çünki bundan 5 qələm götürüb qoyanda 13 olur. 8 olacaq. 6 niyə yazmışım? 13 olacaq. İndi düz gəldi. 8 deyib 6 yazıram. Bəlkə də 6 demişdim, bilmirəm. Belə şeylər olur. Deyir, əvvəl birinci qabda neçə qələm var idi? Onsuz zaten bizdən birinci qabı soruşur, olacaq 18. Keçək ilə 18-ci suala. Deyir, düzgün altı bucaqlının kiçik diaqonalı. Biz bilirdik kiçik diaqonalı kiçik nə idi? Tərəfinin kök altı 3 misli idi. İndi deyir, bu da nəyə bərabər kiçik diaqonal? 6 kökdə 3. Onda hər tərəfdən kökdə 3-ləri ixtisar apararam. Olacaq A-mız bərabər nəyə? 6-ya. Deyir, onun yəni tərəfimiz 6-dır da. Burada da A tərəfi. Deyir, onun böyük diaqonalını tap. Böyük diaqonal nəyə bərabərdir? D böyük bərabərdir 2A-ya. Yəni tərəfin 2 misli. 2 vurulsun 6. Bu da eləyir neçə? 12. Yəni cavabımız olacaq 12-18-ci sualda. 19. Deyir, tənliyin neçə müsbət kök var? Deməli, biz 3x minus 14 bərabər 10. Bir dəfə olduğu kimi hesablayaq. Bunu təkrar yazmayayım, kötürməyim. Burada bir səfərdə mənfisini götürəcək. Yəni 3x minus 14 bərabər mənfi 10. Bunları hesablasaq, burada olacaq 3x bərabər 24-ə, x də bərabər 8-ə. Bunu hesablasaq olacaq 3x bərabər müsbət 14-dən bu müsbət 14 çıx 10 olacaq da 4 qalır. 3x 4-ə bərabərsə, onda x də bərabər 3-də 4 olacaq bizim həllimiz. Yəni bu da müsbət oldu, bu da müsbət oldu. Yəni hər iki kökü müsbət olacaq. Deyir neçə 2 müsbət kökü var? 2 dənə. Deyir şəkildə verilənlərə əsasən 20-ci sual. Cəmini tapın. Deməli biz bilirik ki, burada əslində ən azından bucaqları verməli idi. Bəzi şəkillərdə elə bil şərtlər tam xoşa gələn deyil.
Yəni əslində yaxşı suallardır həqiqətən. Sadəcə burada şərtdə xırda o detalları verməlidirlər. Məsələn, ya bu düz bucaqlıdırmı və yaxud da qarşı tərəflər paraleldirmi, fiqurun adını falan deməlidir. Burada demir də yox. Yəni qarşı tərəflər bir-birinə bərabər götürəcəyik. Burada olacaq 3y bərabər 12, y bərabər 4-ə, 3x bərabər 9, x də bərabər 3-ə. İndi bizdən də deyir 2x plus 3y. 2 vurulsun 3, üstə gəlsin 3y. Yəni 3 vur 4. Bu da eləyəcək 6 plus 12, 18 eləyəcək. Cavabda 20-ci sualda. 18. 21. Deyir, şəkildə əsasən verilənlərə əsasən oxuyuram. Paralleqramın perimetrini tapın. Biz bilirik ki, əgər tən bölən çəkilibsə uşaqlar qarşı tərəfdən yan tərəfə bərabər hissə ayırır. Çünki bu bucaq buna bərabərdir və bu da çarpaz bucaq olduğu üçün bu ikisi də bir-birinə bərabər. Onda bu bucaqla bu bucaq da bir-birinə bərabər olur. Yəni burada bərabər yanlı beləcə 3 bucaq alınır. Onda bura 9-sa öz ver. Burada 9 olacaq. Onda ümumi uzunluğu 3, 9 olacaq 12. İndi bizdən perimetrini soruşur. P bərabər 2 vurulsun. N-in uzunluğu cəmi. Yəni 9 plus 12-yə. Bu da bərabərdir. 21-i də 2-yə vuranda olacaq 42. Perimetrimiz 42 olacaq. Deməli, sonra keçirik 22-ci sualımıza. 22-ci sual. Yəqin ki, canlı yayında açsam, yəqin ki, hiss edirsiniz, biraz sürətli izah edirəm. Canlı yayında açsam, dayanmadan belə sualları bir-bir izah edəcəm ki, 101 sualı çatdıraq. Yəni, bayağı bir vaxtımızı alacaq və oradakı suallar da samballı suallardır. Yəni, yeni dediyim kimi, bu testin içərisindən seçmişəm, EMAŞEM-lə. Bir də əvvəlkilərə düşmüş OTK sualları var. İndi gələn səfər artıq düzəldəndə inşallah artıq başlayacağım yavaş-yavaş ümumi sınavlar düzəltməyə. Onda isə sırf OTK və 9-cu sinif buraxışa düşmüş sualları seçəcəm. Artıq başqa kitabdan, əlavə kitabdan heç bir sual seçməyəcəm. Deməli 23-cü sual deyir, təhlil edəcəm yeganə həll olarsa A-nı tapın. Biz bilirdik ki, nəyi bilirdik? Deməli uşaqlar, burada biz belə eləyirik. Aparıb əvəzləsək, baxın işarələyirəm. Buradan y tapsaq, y nəyə bərabər olacaq? X kvadrat plus 2-yə sağ tərəfə keçsin. Aparıb yuxarıdakı tənlikdə yerinə yazanda olacaq x kvadrat plus 2 plus 2. Əslində alt-alta çıxa da bilərik, fərqi yoxdur. Plus 4x olacaq bərabər a-ya. A-nı sağa keçsək, olacaq yekun tənliyimiz x plus 4x üstə gəlinsin, 2 çıxılsın A şəklində olacaq. Bərabər 0-a. Deməli, burada da kvadrat tənliyin kökü nə vaxt bir kök olur? Diskriminant 0-a bərabər olur. 2 bərabər kök olur, yəni 1 kök olur. Onda buradan diskriminantı tapsaq, olacaq D-də bərabər B kvadrat çıx 4AC-dir. Bunu da yada salaq. B kvadrat, yəni 4-ün kvadratı 16 çıxılsın, 4 vurulsun AC. A-mız 1-dir. 11 əhəmiyyət olmayacaq. C-miz də 2 minus A-dır. Bu da bərabər 0-a. Buradan olacaq 16. Çıxılsın 4 vur 2 mənfi 8. 4 də mənfi A-ya vuranda üstə gəl, ikisi də mənfidir. Üstə gəl 4A şəklində olacaq bərabər 0-a. Buradan da olacaq çıxanda 8 plus 4A bərabər 0. 4A bərabər mənfi 8-ə, A da bərabər mənfi 2 olacaq. Qəşəng sual idi bu da. Deməli, A-nın mənfi 2 qiymətindən. 23-cü sual. Deyir, ifadəsinin qiymətini tapın. Deməli, baxaq görək, burada məsələ nədir? Deməli, uşaqlar, baxın, fikir verirsiniz, burada 15-i elə belə verin. Baxın, 15-dən istifadə edəcəyik. Həmin 15-i yazıram, 4-ün kvadratı çıxılsın 1. 4-ün kvadratı neçə eləyir? 16, 1 çıxanda 15 qarda. Yenə 15-in özünü verir. Sadəcə 4-ün kvadratı çıx 1 şəklində yazıram. Və bunu necə bilirəm? Çünki bunun yanında 4-ün kvadratı plus 1-dir. Ona bənzər qoşmasını tanımalıyam. Deməli, 4 plus 1. Buradan yenidən 4 üstü 4 plus 1. Bir də 4 üstü 8 plus 1. Bir də çıx 4 üstü 16. Bunu sadələşdir. Bu olacaq A kvadrat minus B kvadrat. Yəni 4-ün kvadratının kvadratı olacaq 4-ün üstü 4 çıxılsın 1. Bu hasil 10-a bərabər oldu. Və yenidən vurulsun 4 üstü 4 plus 1 var. Bir də 4 üstü 8 plus 1 var. 1 minus 4 üstü 16 bərabər. Buradan da bərabər. Bu da A plus B, A minus B şəklində olacaq. Yəni A-nın kvadratı çıx B. A-nın kvadratı, yəni 4 üstü 4-ün kvadratı eləyəcək 4 üstü 8 çıxılsın 1.
Artıq bu ikisini sadələşdirdim. Bir də vurulsun 4 üstü 8 plus 1 var. Minus 4 üstü 16. Bu da bərabərdir. Bu da a plus b, a minus b kimi baxsaq, bu bizim a'mızdır, bu da b'mizdir. Elə. O zaman a kvadratı 4 üstü 8-in kvadratı ilə 4 üstü 16 çıxılsın 1-in kvadratı ilə 1 eləyir. Bir də ən sonda nə var? Çıx 4 üstü 16 var. Burada 4 üstü 16'lar plus minus islah olacaq, qalacaq nə? Yerdən mənfi 1. Qəşəng sualdır. 24-cü sual. 24. Deməli, deyək, paralleqramın iti bucağının tən böləni, deməli, paralleqram çəkməliyik, mütləq şəkil çəkilməlidir. İti bucağının tən böləni, yəni tən bölən isə bayaq elə qeyd edelim, yan tərəfə bərabər hissə ayırır orada tən bölən, bu bucaqlar bərabər olur. İndi qarşı tərəfi 2-nin 3-ə nisbətində bölür. P80 olursa kiçik tərəfin böyük qiyməti neçə olar? Kiçik tərəfin böyük qiyməti deyirsə və 3-ün 2-yə nisbətində bölürsə, onda buraya yazıram 3K, onda burada 3K olar. Yəni 2K götürsən, burada 2K olacaq. Onda kiçik olar, onda böyük götürüm. 2K-nın 3K-ya. Onda ümumi uzunluq bura 5K olur. Bizdə deyək perimetrinizi tapılır. 2 vurulsun, eninlə uzunluğun cəmi, yəni 3K plus 5K. Bu da deyək perimetri neçədir? Bərabər edirəm 80. Buradan toplayanda 8, 2'ye vuranda 16K bərabər 80. Hər tərəfdə 16'ya bölsək K'mız çıxacaq 5. 3 dəfə 5 neçə eləyəcək? 15. Buranı da tapaq, istəmirsə belə 25. Siz uşaqlar məsələn açıq sualda sizə enini soruşur, amma siz uzunluğu da məsəl üçün qeyd eləyin. Sizin burada heç 2 saniyəzi, 3 saniyəzi alar almaz. Amma yenə də qeyd eləyin. Bu da olacaq 15. Yəni açıq sualda nə qədər ətraflı, gözəl yazsaz bir o qədər sizə tam bal verərlər, rahat olarsınız. 25-ci sual nəhayət sonuncu sualımız. Deyir, olarsa x, y, z cəmini tapın. Burada görürük ki, hər biri nədir uşaqlar? Burada müsbət çıxır, buradan da müsbət çıxır. Bu ikisinin cəmi müsbət ədəd olacaq. Burada z kvadrat plus 2z plus 1. Buradan deməli qollar yuxarı, diskriminantı çıx 4ac-dir da. Bunun zaten kökü bunu 0 eləyir. Yəni bunun hər üçündə biz nə etməliyik? Yəni müsbət ədədlərin cəmi belə desək 0 olmaz. Deməli bunların hər birini 0-a bərabər götürüb həll eləməliyik. Onda x minus 3 bərabər 0-dırsa x bərabər 3 olur. X-imiz 3 isə onda gətirib burada yerinə yazaq. X plus y minus 2 bu da 0 olacaq. Onda burada x-in yerinə 3 yazaq. 3 plus y minus 2 bərabər 0-a. Buradan y bərabər olacaq. 3-dən 2 çıxanda 1, sağa keçirdən də mənfi 1 qalacaq. Bir dənə qaldı nə? Z kvadratı plus 2z plus 1 bərabər 0-a. Buradan da köklər 0, bir dənə kökü var da burada. Çünki diskriminant d bərabər 0-dır. Bu da 1-dir da. Daha doğrusu mənfi 1. Mənfi 1. Diskriminant 0-a bərabərdir. Lap aydın yazaq. 4 çıxılsın 4-dür. 0-a bərabərdir. Burada da olacaq mənfi b kökü. Mənfi b, yəni mənfi 2 üstəgələn 0 bölünsün 2-yə, bu da eləyəcək mənfi 1 şəklində. Deməli z-imiz də, daha doğrusu x yox, z. Deməli z-imiz də oldu nə? Mənfi 1. Bizdən nəyə soruşur? 3-ünün cəmi olacaq 3 plus mənfi 1 üstəgəlsin mənfi 1. Bu da bərabər eləyəcək müsbət 1-ə. Yəni doğru cavabımız olacaq 1. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Böyük ehtimalla 20-ci sınağında, mövzu sınağında izahını verərəm. Bir də İnşallah ümumi sınaqlardan da sizə izah eləyərəm, amma tam dəqiq qərar verə bilməmişəm. İnşallah sizin istəyinizdən asılıdır. Yəni siz öz fikirlərinizi bildirin ki, bizdə görək həqiqətən bunlar siz işləyirsiniz, lazımlıdır, bizdə çəkək həllini paylaşın. Sağ olun, özünüzə yaxşı baxın.